Dubayda xarici işçilər üçün pulsuz iftar yeməyi təklif edildi. Ramazan ayı boyunca könüllülərin dəstəyi ilə minlərlə insana iftar yeməyi təqdim olunur. Bu il təşkilat Dubayın 9 fərqli bölgəsində gündəlik 14 min yemək paylamağı hədəfləyir. Hər kəs Ramazanı ailəsi ilə keçirmək istəyir. Lakin biz burada işləyirik. Ailəmiz isə uzaqdadır. Bu bizim üçün çətindir. İştirakçılar Ramazanın ailə və birlik ayı olduğunu deyir və sevdiklərindən uzaqda olmağın çətin olduğunu bildirir. Keçən il təxminən 400 min iftar yeməyi paylanıb. Bu il isə bu rəqəmi 500 minə çatdırmaq hədəflənir.